xoşbəxtliyi gərək zərrə-zərrə yaradasan, əldə edəsən. Xoşbəxtlik belədir. Xoşbəxtlik bəxtəbəxt deyil. Xoşbəxtliyi yaratmaq lazımdır. Bəxtimə beləsi düşüb, xoşbəxtliyin amili bu deyil. Ən yaxşı həyat yoldaşı da olsa sənin həyat yoldaşın, öz üzərində işləməsən, o da səni yoracaq. O da səni yoracaq. O qədər adamlar tanıyıram ki, gözəl ailəsini tərk edib, gedib bir dənə, üzr istəyirəm, yırtıcı ilə yaşayır. Çünki qurdun öhdəsindən qurd gələr. Bu, o mülayim insana yorur onu, bezdirir. İnsan özü öz üzərində işləmirsə, ailə nə olur olsun, ondan bezəcək, yorulacaq. Xasiyyətdə olan nöqsanlar rəhmətdir, Allahın rəhmətidir. Qarşı tərəfin nöqsanları. Ona səbr eləyib inkişaf eləməlisən. Onun nöqsanları, eyibləri sənin inkişafın vasitələridir. O vasitə ilə sən inkişaf edirsən. Səbr eləməklə. Sözüm budur ki, yaxşı həyatı qurmaq lazımdır, lotereya deyil. Ki, bəxtivə düşsün, udasan. Yaxşı həyatı yaradıb qurmaq lazımdır. Allah seçir həyat yoldaşlarını ki, bir-birindən imtihan olunsunlar və özlərini tanısınlar. Sözə baxın, Peyğəmbər buyurur, hədisdir. Peyğəmbər buyurur ki, mən, Allahın elçisi, Həzrəti Cəbrail, Həzrəti Mikail, müqərrəb mələklər, hamımız dua eləyək ki, Allah birinə yaxşı həyat yoldaşı qismət eləsin, Allahın təqdirində olandan başqası ona qismət olmayacaq. Allahın təqdiri var məsələdə.